Naxçıvanın qədim evlərində, daş divarların kölgəsində əsrlərdir bir sənət yaşayır. O sənət ki, nə zamanın tozuna qarışır, nə də unudulmağa boyun əyir. Xalçaçılıq bu torpaqda sadəcə peşə olmayıb, anaların dualarını, yurdun yaddaşını, insanların sevinç və kədərini ilmə-ilmə gələcəyə daşıyan bir mənəvi xəzinə olub. Hər xalça bir tale danışıb, hər naxış bir ömür pıçıldayıb. Bəzən bir rəngdə payızın hüznü gizlənib, bəzən bir ornamentdə qədim bir şəhərin nəfəsi yaşayıb. Elə buna görə də Naxçıvan xalçalarına baxanda insan yalnız sənət görmür, bir xalqın ruhunu hiss edir. Bu ruhu duyaraq böyüyən, ilmələrin dilini uşaqlıqdan anlayan sənətkarlardan biri də xalçaçı rəssam Ülviyə Məmmədovadır. Onun həyat yolu rənglərlə, naxışlarla və xalça ilmələrinin səssiz ahəngi ilə başlayıb. Uşaqlıq illərində evlərinin bir küncündə yarımçıq qalan çeşnilər, boyaların qoxusu, ilmə vuran əllərin səsi onun yaddaşına elə həkk olunub ki, zaman keçsə də həmin xatirələr sənət yolunun ilk işığına çevrilib. Deyirlər, hər xalça bir hekayədir. Mən Ülviyə olaraq da bu hekayəni, yəni xalçaların hekayəsini hələ 9-10 yaşım olarkən onları duymağa başlamışam. Və özümü bu hekayələrin içində sanki bir nağıl qəhrəmanı kimi hiss etmişəm. Ülviyə xanım xalçaçılığın sirlərini Naxçıvanın görkəmli rəssamı, atası Qədrulla Bağırovdan öyrənib. Ata onun üçün yalnız valideyn olmayıb, həm də sənətin yolunu göstərən ilk müəllim olub. O, atasının emalatxanasında rənglərin bir-biri ilə necə danışdığını, sadə bir xəttin necə bütöv bir sənət əsərinə çevrildiyini izləyərək böyüyüb. Qədrulla müəllim hər ornamentin mənasını, hər ilmənin məsuliyyətini ona böyük sevgi ilə öyrədib. Bəlkə də buna görə Ülviyə xanım bugün sənətindən danışarkən ilk növbədə atasının adını xüsusi ehtiramla çəkir. Çünki onun sənətində atasından gələn bir ruh, bir məktəb yaşayır. Mənim atam Naxçıvanın görkəmli rəssamı, tanınmış rəssamlardan olan Qədrulla Bağırovdur. Və mən bu sənəti demək olar ki, onun əllərindən öyrənmişəm. Və hazırda da o sənəti məhz ondan öyrənib davam etdirdiyim üçün özümlə bir növü fəxr edirəm. Atam hələ məni, yəni xana qarşısında 9-10 yaşımda olanda otuzdurdu və xalça ilə tanış etdi. Və o zamandan demək olar ki, onun yəni rəhbərliyi ilə mən əlbəttə ki, ilk öncə xalça ilə tanış olandan çeşnindən çox uzaq idim, yəni yaşımla əlaqədar olaraq. Daha sonra isə bir hardasa 14-15 yaşımdan isə demək olar ki, artıq çeşnilərdən istifadə edərək, əlbəttə ki, yenə deyirəm, onun rəhbərliyi ilə, onun göstərişi ilə mən artıq sərbəst şəkildə xalça toxumağa başlamışam. Zaman keçdikcə Ülviyə Məmmədova artıq yalnız xalça toxuyan yox, öz sənət düşüncəsini yaradan sənətkara çevrilir. O, xalçaların çeşnilərini özü hazırlayır. Bu isə xalçaçılıqda ən incə və məsuliyyətli məqamlardan biridir. Çünki çeşni sadəcə naxış deyil, xalçanın ruhudur, onun danışdığı hekayədir. Ülviyə xanım hər çeşnini hazırlayanda əvvəlcə onu hiss edir, sonra kağıza köçürür. Onun yaratdığı çeşnilərdə Naxçıvan xalça qrupunun qədim ornamentləri xüsusi yer tutur. Amma o bu ənənələri sadəcə təkrarlamır. Əksinə, qədim motivlərə yeni nəfəs verir, onları öz sənət baxışı ilə yenidən yaşadır. Onun çeşnilərində Naxçıvanın təbiəti xüsusi yer alır. Bəzən bir xalçada dağların sərt əzəməti görünür, bəzən Arazın sakit axarı hiss olunur, bəzən də qədim abidələrin daş yaddaşı ilmələrə çevrilir. Möminə Xatun türbəsinin ornamentləri, qədim qalaların ruhu, doğma torpağın rəngləri onun əsərlərində yeni həyat qazanır. Mən
əvvəlcə bu sənətlə tanış olandan sonra bilirsiniz, balaca, daha kiçik ölçülü xalçalardan başladım və daha sonra düşündüm ki, yəni biraz daha böyük ölçülü xalçalara keçməyin vaxtıdır. Və mən öz xalçalarımda, yəni çeşniləri ilk dəfə, yəni Möminə xatun abidəsinin üzərində olan həndəsi ornamentlərdən istifadə edərək ilk çeşnim, ilk və xalçam da məhz o xalçadır. Xalçaçı rəssam olaraq, düzdür, bəzən bizim ölməz xalçaçı rəssamlarımız var ki, bilirik ki, Lətif Kərimov, Kamil Əliyev kimi xalçaçı rəssamlarımız olub. Əlbəttə ki, onlardan da ilhamlanıram, amma mən hər zaman öz işlərimdə, öz yaratdıqlarım çeşnilərdə və yaratmaq istədiyim çeşnilərdə öz təfəkkürümdən daha çox istifadə etmək istəmişəm və bəzən də alınıb. Və bu mənə çox qürur verir ki, bu sırf mənə aiddir. Şəxsən, yəni, necə deyirlər, öz ruhumdan qopan bir parçadır. Mən həmişə yaratdığım çeşnilərdə hər zaman çalışmışam ki, mütləq şəkildə Naxçıvan xalça məktəbinə mütləq toxunum. Yəni, qədim Naxçıvan məktəbinə xas xalçaların üzərində olan istər rəng, istərsə də ornamentlərdən istifadə edib. Və bu məndə alınıb, belə deyim. Bilirsiniz ki, Naxçıvanda, yəni bir növ Naxçıvanın pasportuna çevrilmiş Möminə xatun türbəsi var ki, mən öz çeşnilərimdə onun üzərində olan o 10 portalının üzərində olan o həndəsi ornamentlərdən istifadə edirəm. Ülviyə xanım üçün xalça toxumaq sadəcə texniki iş deyil. O, hər xalçanı əvvəlcə xəyalında yaşayır, sonra ilmələrə köçürür. Elə buna görə də onun toxuduğu xalçaların hər birində fərqli ovqat hiss olunur. Xalça sənəti çoxları üçün sadəcə bir peşə kimi görsənə bilər. Amma şəxsən bu mənim üçün belə deyil. O, bizim milli kimliyimizi, yəni, necə deyərlər, o nənələrimizin, analarımızın bədii təfəkkürünün özündə daşıyan və bu gün bizə yun kitabələr şəklində çatdırılan bir mesajdır, bir məktubdur deyərəm xalça sənəti. Və elə olub ki, məsələn, bizdə satış sərgilər təşkil olunur, bilirsiniz. Mən öz əsərlərimdən, yəni xalçalarımdan o sərgilərdə iştirak etsən də satış məqsədi ilə vermişəm, amma əsla onun satılmağına razı olmamışam və bu gün də yəni o xalça hələ ki məndəndir. Sənətkarın yaradıcılığında xüsusi yer tutan işlərdən biri də Naxçıvanın 100 illiyinə həsr olunan xalçadır. Bu xalça üzərində işləyərkən təkcə estetik görünüş yox, böyük bir tarixi yaddaş düşünülüb. Çeşnisi Ülviyə Məmmədova tərəfindən xüsusi hazırlanıb və həmin xalçada həm qədimlik, həm də müasir baxış bir araya gətirilib. Xalçanın ilmələrində Naxçıvanın keçmişi ilə bugünü görüşür. Əsər hazır olduqdan sonra Bakı şəhərində keçirilən açılış mərasimində nümayiş etdirilir və sənətsevərlərin böyük marağına səbəb olur. Bu xalça artıq sadəcə dekorativ sənət nümunəsi deyil, bütöv bir bölgənin tarixini və mədəniyyətini özündə yaşadan sənət əsərinə çevrilir.
Bəli, əlbəttə ki, yəni xalçalarımız muzeyin ekspozisiyasında bizim bir çox dəyərli xalçalarımız nümayiş etdirilir. Bunlardan da bir neçəsi əlbəttə ki, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərinə, yəni yubileylərinə həsr edilmişdir. Və bildiyimiz kimi 2024-cü ildə də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd edildi təntənəli şəkildə. Və biz də öz növbəmizdə Naxçıvan Dövlət Xalça Muzeyi olaraq bu yubileyə öz töhfəmizi bir xalça ilə verdik. Və o xalça hazırda bizim ekspozisiyamızı ən dəyərli eksponatına çevrilib. Bu xalçanın çeşidisi mənə aiddir və onun toxunuşunda bizim xalçaçılarımız, xalçaçı xanımlarımız Gülsüm xanımın və Lübabə xanımın əməyi böyükdür. Mən şəxsən düşündüm ki, bu xalça elə bir xalça olmalıdır ki, Naxçıvan məktəbinə həm rəng koloriti baxımından, həm də naxış baxımından mütləq şəkildə Naxçıvan məktəbinə xas olduğunu bildirməlidir. Və düşünəndən sonra xalçanın ara sahəsində qədim Naxçıvan ornamenti olan sanki bir arı pətəyini xatırladan açma-yumma elementindən xalçamızın yelən hissəsində isə Möminə Xatunun üzərində, Möminə Xatun türbəsinin üzərində olan həndəsi ornamentlərdən istifadə etdik. Bugün Xalça Muzeyinə rəhbərlik edən Ülviyə Məmmədova üçün muzey adi məkan deyil. Bura onun ömrünü həsr etdiyi, sənətin yaşadığı, qorunduğu bir dünyadır. Muzeydə sərgilənən hər xalçaya baxanda o yalnız ornament görmür, həmin xalçanı toxuyan insanların duyğularını, zəhmətini, həyat hekayəsini hiss edir. Mən 20 ilə yaxındır ki, artıq muzey sahəsində çalışıram və Xalça Muzeyinə təyin edildikdən sonra isə belə bir düşüncə formalaşdı ki, məndə artıq mən tamamilə öz yerimdəyəm. İnanırsınız, biz hər gün bilirsiniz ki, 8 saat, günün 8 saatını işdə oluruq və bu xalçalarla, bu rənglərlə, rənglər dünyası ilə biz hər zaman üz-üzə dayanırıq. Və belə ki, yəni muzeyə də üz tutan, istər əcnəbi, istər yerli qonaqlara, tamaşaçılara, onların arasında əlbəttə ki, rəsmi qonaqlarımız da olur və biz istər mən, istərsə də muzey əməkdaşları onlara bizim nə qədər mədəniyyətinə, qədim mədəniyyətinə, adət-ənənələrinə, milli irsimizə sadiq və onlara hər zaman sahib çıxan bir xalq olduğumuzu çatdırmağa çalışırıq. O çalışır ki, qədim xalçaçılıq ənənələri unudulmasın, gələcək nəsillərə olduğu kimi ötürülsün. Bu sənəti qorumaq və bu sənətin yönündə çalışan insanlar, yəni xanımlar, xalçaçılar yetişdirmək bizlərin borcudur. Və necə ki, bu sənət bugün bizə 100 illər belə, necə deyirlər, əsrlər belə ötüb gəlmiş bu sənət bizdən sonra da yaşasın deyə biz bunun üzərində mütləq şəkildə səylə çalışırıq və bundan sonra da inşallah ki, çalışacağıq. Biz bilirik ki, son zamanlarda Qərbi Azərbaycanla bağlı bir çox sərgilər keçirilir və mən də öz növbəmdə hər zaman o sərgilərdə iştirak etmək üçün istər çeşni olaraq, istərsə də əsər olaraq, iş olaraq yaylıq üzərində Mirzə Qədim İrəvaninin bir miniatüründən istifadə etmişəm və belə bir düşüncəm var ki, inşallah ki, gələcəkdə onu çeşni üzərinə köçürdüm və bir xalçamızda miniatür xalça ərsəyə gətirim. Ülviyə xanım üçün ən dəyərli anlardan biri isə atası ilə birlikdə toxuduqları xalçanın bugün muzey ekspozisiyasına bəzəməsidir.
O xalçaya baxanda sanki illər geriyə qayıdır. Ata ilə qızın eyni ilmədə birləşən zəhməti, sevgisi və sənət ruhu bu gün də həmin xalçada yaşayır. Bəlkə də buna görə o xalça onun üçün adi sənət əsəri deyil, bir ömrün xatirəsidir. Mən həm də bu gün çox qürurluyam ki, Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında elə bir xalça da sərgilənir ki, orada onun üzərində mənim uşaqlıq toxunuşlarım var. Atamla bircə toxuduğumuz Sevgililər adlı miniatür xalçada yer alır. Sizi inandırıb ki, mən hər ekspozisiya keçəndə mütləq o xalçanın önündə dayanaraq, yəni o xatirələri xatırlayıram və bu mənə həm məni kövrəldir, həm də özümlə və atamla sahib olduğum bu sənətlə bir fəxr edirəm. Ülviyə Məmmədovadan xalça toxuyarkən rəng seçiminin onun üçün nə ifadə etdiyini soruşanda isə o rənglərdən bir insan kimi danışır. Deyir ki, hər rəngin öz xarakteri var. Qırmızı həyatı və sevgini xatırladır. Mavi sakitliyi və sonsuzluğu, yaşıl isə torpağın nəfəsini. O düşünür ki, xalça toxuyan insanın ruhu hansı ovqatdadırsa, seçdiyi rənglər də bunu mütləq göstərir. Mənə tez-tez belə bir sual ünvanlayırlar ki, əgər həyatınızı hər hansısa bir xalçada toxusaydınız və o xalçanın dominant rəng olaraq hansını seçərdiniz? Əlbəttə ki, yəni məni artıq tanıyanlar bilir ki, qırmızı rəng mənim həyatımda çox önəmli yer tutur. Və mən bilirik ki, qırmızı rəng adətən sevgi rəmzidir, məhəbbət rəmzidir və mən də həyatımı hər zaman sevgi ilə, yəni istər yaxınlarımda olan insanları sevgi ilə, məhəbbətlə, necə deyirlər, həyat eşqi ilə görmək istədiyimdən və mən özümü də onların simasında sanki bir aynaya baxarcasına özümü hər zaman onları xoşbəxt görəndə mən də xoşbəxt oluram və bu xoşbəxtliyi də məhz qırmızı rəngdə tapıram. Bəlkə də elə buna görə onun toxuduğu xalçalarda yalnız rənglər və naxışlar görünmür. Orada bir ömrün izi, ata ocağının işığı, doğma Naxçıvanın ruhu yaşayır. Hər ilmə illərin yaddaşını qoruyur, hər çeşni səssizcə bir tali danışır. Məndən soruşsaz ki, yenidən doğulsaz, məhz bu sənəti seçərdinizmi? Heç düşünmədən bəli cavabını alarsınız. Çünki bu sənət, yenə deyirəm, bir sənət kimi yox, mənim üçün bir hekayədir. Və bu hekayənin necə əsrlər boyu yazıla bizə gəlibsə bu hekayə, mənim ən böyük arzum da odur ki, məhz bu hekayəni layiqli şəkildə yazacaq, davam etdirəcək nəsillər yetişsin. Və zaman keçsə də, insanlar dəyişsə də, o xalçaların içində yaşayan hekayələr heç vaxt itməyəcək. Çünki bəzi sənətlər əllə yox, ürəklə yaşadılır.